Mən bir hadisə sizə danışıram. Allah şahiddir ki, mənim yəqinim olmasa ki, bu hadisə baş verib, sizə danışmaram. Ramazan ayında minbərdən Əhl-i Beytə yalan nisbəti versə adam orucu batıl olar, bilirsiniz. Mən o qədər əminəm bu hadisənin doğruluğuna. Çünki bunu nəql eləyən insanlar çox mötəbər insanlardır. Bunu sizlər üçün danışıram ki, axşam, gecə 2 rükətdə namaz qılsınız Allahın huzurunda deyən söz, İmam Hüseyin vasitəsilə Allah qapısına gedin və bilin nə istə söz verər. Allah İmam Hüseynin adından keçmir. O Kerman əhalisindəndir. Deyir, mən cavan yaşlarımdaydım, özüm nəccar işləyirdim, 3-4 nəfər uşağım var idi, ailəmə mən baxırdım. Birdən ölümcül xəstələndim mən, ağır xəstələndim. Həkimə apardılar, dedilər, buna əlac yoxdur, buna çarə yoxdur, bu sağala bilməz, ölümünü gözləyim bunun. Bir müddət deyir, məni xəstəxanada saxladılar, amma canım çıxmır. Huşdan gedirəm, özümə gəlirəm, pis vəziyyətdə, bədənimin əti də çürüyür, yatmaqdan yara olub bədənim, belə vəziyyətdənəm. Dedilər, aparın da evə gözləyin ki, bu 1-2 günlük idi. Bir otaqda deyir, məni qoyublar, işləmirəm də, ailəmin də vəziyyəti, maddi vəziyyətdə lap pis və faciədir, faciə hər tərəfdən. Faciəli vəziyyətdir, uzanmışam, özümdə döyürəm, hərdən evdəki səslərdə uzaqdan eşidirəm, uşaqlar ağlayır, xanım ağlayır, belə bir vəziyyət. Məhərrəm ay girib, mən də deyib, belə vəziyyətdə uzanmışam, birdən anam gəldi içəri, cibindən dəsmal çıxartdı, mən də deyir, gücünən eşidirəm, nə deyir. Deyir, oğlum, mən bu Hüseyin məclislərinə getmişəm, gözümün yaşını bu dəsmalla silmişəm, İndi gəlirəm sənin bədəninə çəkəm, bəlkə Allah Hüseynə axıtdığım göz yaşlarına görə sənə şəfa verər. Deyir, götürdü dəsmalı, başladı bədənimə sürtməyə. Dedi, ya Əbu Abdullah, sənə ağlamışam, bu göz yaşını sənə tökmüşəm, səndən istəyirəm balamı qaytar mənə. Mən uşağımı, balamı, övladımı səndən istəyirəm. Anam deyir, belə danışanda mənim ürəyim sindi. Mənim də ürəyim yandı. Dedim, ya Əbu Abdullah, nə olar, şəfa istəyirəm səndən. Şəfa tapım, sonra söz verirəm ki, sənin adua məclis quracam evimdə. Küçələrdə ehsan verəcəm sənin adından. Deyim, mən bunu dedim, bir neçə gün keçdi, vəziyyətim biraz da ağırlaşdı. Biraz da ağırlaşanda mən gördüm, bir nəfər gəlib oturub mənim yanımda. Baxdım, qeyri-adi adamdır. Dedim, sən kimsən? Mən ağamı çağırmışdım, İmam Hüseyni çağırmışdım. Deyim, mən belə deyəndə o mənə baxdı, dedi ki, mən Hüseynəm, Əbu Abdullah Hüseynəm. Sən məni çağırmışdın, mən də gəlmişəm. Gəlmişəm, şəfa istəmişdin, su verdi mənə, içdim, dedi, əlimdən tutdu, dedi, dur ayağa. Durdum, deyir, görürsən, indi ayağa dura bilirsən. Şəfa tapdım. Getdik, deyir, həyətə, ondan sonra ağa görünmədi. Görünmədi, mən çağırdım evdəkiləri. Hamı qaça-qaça gəldi, ağlaya-ağlaya, məni bu vəziyyətdə görəndi. Qonşular dedi, yəqin bu dünyasını dəyişdi. Hamı gəldi, gördü, sağlam vəziyyətdə. Şəfa tapmışam. İndi il keçdi, növbəti Məhərrəmdir. Özü deyir ki, xəstəliyimə necə narahatam, indi ondan çox narahatam ki, mən ağaya söz vermişəm ki, roizə təşkil edəcəm, imkanım da yoxdur. Özü demişəm ki, küçələrdə süfrə salacam. Xanım da mənə deyir ki, indi imkanım yoxdur, bir çay süfrəsi aç, gələn illər qismət olar. Dedim, yox, mən istəmişəm belə olsun, mənim çox istəyir, çox arzu eləyir. Deyir, oturmuşam qəmgin halda, bir də gördüm, həmin o ağa yenə gəldi. Dedi, Nəccar, indi nəyə narahatsan? Dedim ki, ağa, mən nəzir eləmişdim, süfrə imkanım yoxdur. Deyir, dur, qalx ayağa, bismillah, başla, evi hazırla, inşallah düzələr. Deyir, mən durdum ayağa, bir də gördüm, ağa durdu ayağa, süpürgə götürdü əlimə. Süpürgə götürdü, başladı həyəti süpürməyə. Deyir, mən istədim, mane olan, dedi, çəkil bir kənarda deyən, indi mənim əzadarlarım gələcək.
mən əzadarlarımın xidmətçisiyəm. Deyir, əzadarlar gələn yeri İmam Hüseyin ağa özü mənim gözümün qabağında süpürdü, hazır elədi. Birazdan qapı döyüldü, bir nəfərdir gəldi, ağlaya-ağlaya ərzaq düşürdür maşınından. Deyir, mən baxıram təəccüblə, ağlaya-ağlaya mənə deyir ki, nəyə təəccüb edirsən? O ağa ki, sənin yanına gəlmişdi, o məni göndərir. Belə-belə bu məclis də təşkil olundu. Hacətin böyük kiçiyi yoxdur İmam Hüseyin əleyhissalam üçün. İmam Hüseyin əleyhissalamın adını dilvə gətir, orada da böyük kiçik məsələsi yoxdur. Hacətlərin hamısı kiçilir. Amma ürəklə istəyəsən, ürəklə gedəsən İmam Hüseynin qapısına, deyəsən, Əssalamu aleykə ya Əbu Abdullah, nə dərdin var deyəsən, çətininə, asanına baxmayın. Bir duaya, bir istəyə taleyi dəyişər.